Demək müəllimlər, biz bugün başlayırıq botanika kursuna və botanika kursu 6-cı sinif dərsliyində, 7-ci sinif dərsliyində pərakəndə olduğuna görə mən yenə də o necə ki ümumi biologiyada bu dəfə də sizə səhifələr demək məcburiyyətindəyəm. Demək bugün birinci dərsimizdir. Götürürsüz 6-cı sinif dərsliyindən səhifə 8-dən 26-ya qədər, səhifə 27, səhifə 39-42, səhifə 50, səhifə 61-dən 65-ə qədər və səhifə 92. Qeyd elədinizsə başlayırıq. Deməli, biologiyanın bitkilərdən bəhs eləyən şöbəsi botanika adlanır. Botaniya sözü Yunan dilindən tərcümədə ot, bitki, göyərti deməkdir və ilk dəfə bitkilərin tarixini yazan alim Yunan alimi Teofrast olmuşdur. Bu da 6-cı sinif dərsliyində var. Heyvanların tarixini Aristotel, bitkilərin tarixini isə Teofrast yazmışdır. Müəyyən ərazidə tarixən formalaşan bütün bitkilərin cəminə flora deyilir. Heyvanların cəminə fauna, yenə də bitkilərin cəminə isə flora deyilir. Bu da təbiət ilahəsinin adından götürülmüşdür Yunan mifologiyasından. Və bitkilərin hər neçə bir dərsi keçəndə geoxronoloji cədvəli də bir xatırlatma eləyirik. Zaten keçmisiniz artıq. Demək, ilk dəfə olaraq bitkilər yarandı proterozoy erasında və bunlar ibarət idi bir hüceyrəli və çap şəkilli yosunlardan. Sonra isə paleozoy erasının Kembri dövründə artıq yaşıl, qırmızı, qonur yosunlar geniş yayılmağa və yaranmağa başladılar və geniş yayıldılar. İlk dəfə olaraq bitkilər quruya çıxdı Ordovik dövründə. Bunlar silofitlər və mamırlar idi. Silofitlər özü iki şaxəyə başlanğıc vermişdi. Mamırlar kör şaxə idi. Yəni o heç bir bitki qrupuna başlanğıc verməmişdi. Və bu bitkilərin quruya çıxması ilə əlaqədar ilk dəfə onlarda toxuma və orqanlar yaranmışdı. İlk yaranan orqanlar örtük, ötürücü və mexaniki toxumalar idi və ilk yaranan vegetativ orqanlar isə, yəni bunlar da ən qədim orqanlar, ona görə də hesab eləyəcəyik. Bunlar deməli gövdə və yarpaqlar idi. Kök hələ əmələ gəlməmişdi. Lakin ilk dəfə kök əmələ gəldi Silur dövründə, hansı ki bu dövrdə flaunların ağac və ot şəkilli nümayəndələri meydana gəldi. Lakin bu yaranan kök növü əlavə kök idi. Çünki hələ toxum əmələ gəlməmişdi ki, əsas kök yaransın. Çünki əsas kök toxumun üşüyüm kökçüyündən əmələ gəlir. Ona görə də hələ toxum yaranmamış, heç vaxt əsas kök yarana bilməzdi. Flaunlarda gövdədən çıxan köklər var idi. Bunlar əlavə köklər idi və kökdən çıxan köklər də yan kök olduqları üçün bir də yan kök əmələ gəldi. Beləliklə ilk dəfə saçaqlı kök sistemi də elə məhz flaunlarda, yəni Silur dövründə əmələ gəldi. Sonra Devon dövründə artıq ilk dəfə olaraq toxum anlayışı əmələ gəldi. Qıcıkimlər, çünki toxumlu qıcıkimlər əmələ gəldi. Bunlar da ilk çılpaq toxumlular hesab olunurdu və ona görə də artıq biz əsas kökdən də danışa bilərdik və həmçinin də mil kök sisteminin də əmələ gəldiyini deyə bilərdik. Ümumiyyətlə, orqanlarında təkamülünə nəzər salsaq, deməli birinci yaranacaq gövdə, sonra yarpaq, sonra əlavə kök, yan kök, sonra toxum, sonra əsas kök. Deməli, kök elə vegetativ orqanların ən cavanıdır. Toxumun əmələ gəlməsindən sonra əsas kök əmələ gəlmişdir bu ardıcıllıqla. Qoza isə toxumdan da cavan idi. Çünki toxumlu qıcıkimlərin toxumu var idi, amma qoza əmələ gəlməmişdi. Qoza artıq iynə yarpaqlılarda əmələ gəldi. İynə yarpaqlılar da daş kömür dövründə yaranmışdı.
Və sonra generativ orqanlardan ən cavanı Mezozoy erasının təbaşir dövründə çiçək, çiçəkdən sonra da meyvə əmələ gəldi. Yəni bu şəkildə də orqanlar təkamül etdi. Ümumiyyətlə bitkilərin təbiətdə çox böyük əhəmiyyəti var. Onlar birinci növbədə fotosintez prosesini həyata keçirdikləri üçün həm üzvü maddənin mənbəyidirlər, həm də təbiətdə oksigenin mənbəyidirlər. Maddələr dövranında, qida zəncirində mühüm rol oynayırlar, produsentlərdirlər. Hər zaman qida zəncirinin deyirik ki, başlanğıcında gəlirlər, torpaq əmələ gəlmə prosesində iştirak eləyirlər, dərman istehsalında istifadə olunur, yanacaq kimi bitkilərdən istifadə olunur və s. Yəni onların saydıqca bitməz, olduqca böyük əhəmiyyəti vardır. İndi baxaq bitkilərin toxuma və orqanlarına. Deməli, biz sitologiya bölməsində bitkilərin hüceyrəvi quruluşu haqqında danışmışdıq və dedik ki, bitkilər qoy elə yadımdaykən onun digər aləmlərlə 4 aləm var da, bilirik bitkilər, heyvanlar, göbələklər və bakteriyalar aləmi. Bitkilərin digər aləmlərdən fərqli və oxşar xüsusiyyətləri var idi. Məsələn, bitkilərdə göbələklərdə və bakteriyalarda olduğu kimi qeyri-məhdud böyümə idi, lakin heyvanlar aləmində böyümə məhdud idi. Bu xüsusiyyətinə görə onlardan fərqlənirdi. Sonra bitkilərdə ehtiyat qida maddəsi nişasta idi, nişasta halında toplanırdı və hüceyrə qılafı da sellulozadan ibarət idi. Təbii ki, söhbət xarici hüceyrə qılafından, yəni hüceyrə divarından gedir. Və bitkilərin digər aləmlərdə olan canlıların hüceyrələrindən fərqli olaraq onlarda plastid adlanan orqanoidə, sitoplazma orqanoidinə, 2 membranlı orqanoidə rast gəlirdik, hansı ki, onun da 3 növü var idi. Xloro, xromo və leykoplastidlər. Və bitkilər aləmində də göbələklər aləmində olduğu kimi, yəni onların hüceyrələrində iri vakuollara, hüceyrə şirəsi ilə dolu iri vakuollara rast gəlmək olardı. Lakin heyvan toxumalarında da vakuollar var idi, lakin bunlar iri hüceyrə şirəsi ilə dolu vakuol yox, kiçik müvəqqəti orqanoidlər idi. Yəni ifrazat vakuoluna, həzm vakuoluna biz heyvanlarda da rast gələ bilərdik. Lakin söhbət iri vakuoldan gedirsə, bu bitki və göbələklərdədir və hətta yadınızdadırsa, sitologiyanı keçəndə deyirdik ki, bitki hüceyrəsinin yaşını vakuollara görə müəyyən etmək olar. Əgər bir ədəd iri vakuol varsa, yaşlı hüceyrə idi, çoxlu sayda kiçik vakuollar var idisə, iri hüceyrə idi. Və aləm üstü olaraq da bitkilər aləmi, heyvanlar və göbələklər aləmi kimi eukaryotlar aləmi üstünə, yaxşı, karyon nüvə demək idi və yəni nüvəsi olan canlılara aid olunmuşdu. Prokaryotlara isə yalnız bir aləm aid idi, o da bakteriyalar aləmi. Pro ilkin əvvəl, karyon isə nüvə demək idi və bitkilərin hüceyrə qılafı 2 qatdan ibarət idi. Xarici qatı bütün canlılarda bu mövcuddur. Plazmatik membran. Plazmatik membranın quruluşunu artıq bilirsiniz, hamısında eyni idi. Lakin hüceyrə divarı isə bitkilərdə sellulozadan, digərlərindən fərqli olaraq sellulozadan təşkil olunmuşdu. Və indi baxaq bitkilərin toxumalarına. Bitki toxumalarının 6-cı sinif dərsliyində şəkli var. Bilirsiniz, niyə güvəni açmışam bu dəfə? Çünki yenə deyirəm, dərslikdə mövzular pərakəndədir. Hər dəfə bu səhifədən o səhifəyə keçid edib və vaxt itirmək istəmirəm. Ona görə güvənin ardıcıllığına baxıram. Amma siz mütləq şəkildə çox xahiş olunur, dərsliyi oxuyun, hər bir cümləsini və oradakı şəkillərə siz fikir verdinizsə, 20 sınaq toplusunda, bu sonuncu çıxan din vəsaitində bu şəkillər çalınmışdır. Yəni, dərslikdə olan hər bir şəklə, hər bir şəkil altı sözlərə, cümlələrə fikir verin mütləq şəkildə. İndi dedik ki, hüceyrələr quruluşca, mənşəcə oxşar olan hüceyrələr və hüceyrəarası maddələr birləşərək nə əmələ gətirir? Toxumaları əmələ gətirir və biz heyvan toxumalarına elə insan bölməsini keçəndə artıq tanış olmuşuq. O 4 qrup idi. Bir çox növləri də var idi. Hər birinin təbii ki, sinir toxumasından başqa onun növü yox idi. Elə bir qrup, bir növ idi.
Amma bitki toxumaları isə heyvan toxumalarından fərqlənəcəklər. Və bir də onu da yadımıza salaq ki, ilk dəfə proterozoy erasında canlılar iki aləmə, bitkilər və heyvanlar aləminə bölünmüşdülər. Bitki toxumaları özü də iki qrupa bölünür. Deməli, törədici toxuma, bir də daimi toxuma. Törədici toxumaya həm də meristema toxuması və ya meristem toxuması da deyilir. Meristos sözünün tərcüməsi bölünən deməkdir. Digər toxumalara, yəni daimi toxumalara törədici toxuma başlanğıc verir. Törədici toxuma ya digər toxumalara başlanğıc verəcək, ya da daima bölünərək meristem vəziyyətində qalacaq. Və bunlara da inisial hüceyrələr deyilir. Bir şey ki, əgər daima bölünürsə, deməli o ölçücə iri olar, yoxsa kiçik olar. Təbii ki, bölünürsə daima bölünən bir şey kiçik olacaq. Qılafı nazik olar, yoxsa qalın olar. Təbii ki, yenə də nazik deyəcək ki, nazik olacaq. Nüvəsi iri olar, yoxsa kiçik olar. Bir şey ki, bölünür, deməli o yeni hüceyrə əmələ gətirir. Deməli o irsiyyət maddəsini ötürməlidir nəsildən nəslə. Ona görə də irsiyyət maddəsi də hardadır? Nüvədə. Deməli nüvəsi də iri olacaq. Yəni bu şəkildə məntiqlə yadda saxlamağa çalışaq. Hüceyrələrin kiçikdir, nazik divarlıdır, iri nüvəlidir. Və yeganə bitki toxumasıdır ki, hüceyrələri bölünmə qabiliyyətinə malikdir. Digər biz toxuma növlərində onların çoxalmasından və yaxud bölünməsindən danışmayacağıq. Yeganə bu toxumada deyirik bunu. Və o digər toxumalara, daimi toxumalara başlanğıc verdiyi üçün deməli, digər daimi toxumalar da hansıdır? Örtük və ya örtük toxuması və ya örtücü toxuma da deyirik buna. Mexaniki toxuma, ifrazat toxuması, parenkim toxuma və ya əsas toxuma da deyirik buna və ötürücü toxuma. Və törədici toxumanın özünün də müxtəlif növləri var və ya meristem toxuması dedik buna, müxtəlif növləri var. Məsələn, təpə meristemi. Təpə meristemi bitkinin uzununa böyüməsini təmin eləyir. Deməli, uc hissələrində olacaq, gövdənin təpə nöqtəsində, uc hissəsində və köklərin uc hissəsində yerləşirlər təpə meristemi. Sonra var yan meristem. Yan meristem iki ləpəli bitkilərdə, gövdədə qabıq və oduncağın arasında yerləşir. Yəni buna kambi meristemi də deyirik və bunlar gövdənin eninə böyüməsini təmin edir. Amma məsələn, bir ləpəli bitkilərdə biz yan meristemə rast gəlməyəcəyik. Onlarda aralıq meristem olacaq və ya interkalyar meristem də deyirik buna, hansı ki, buğum aralarının dibində yerləşir. Ona görə də deyirik ki, bir ləpəli bitkilər buğum aralarının hesabına uzunluğuna böyüyür. Amma eninə böyüməni də biz onlarda çox da müşahidə eləməyəcəyik. Sonra bir də zədə meristemi var. Bitkinin zədələnmiş hissələrində əmələ gələcək və bu həmin o zədə hissəsində əmələ gələn zədə meristemi parenkim toxuması hüceyrələrinə əmələ gətirəcək. Məsələn, buna biz rast gələcəyik kök üsküyündə. İndi baxaq örtük toxumasına. Örtük toxumasına həm də örtücü, bəzi testlərdə örtücü sözünü səhvən ötürücü oxumayın. Yəni örtücü ayrıdır, bu örtük toxumasıdır, ötürücü başqa bir növ toxumadır. Örtük toxuması adı üstündə bitkini xaricdən örtən bir toxumadır. Demək ki, bitkinin hər bir hissəsində biz ona rast gələ bilərik. Və örtük toxuması bir şey ki, xaricdən örtür, deməli onun funksiyası nə olacaq? Bax, burada da şəkli göstərir örtük toxumasının, burada törədici toxumanın, burada da mexaniki toxumanın. Yəni şəkillərdən tanımağı bacarın. Bu, məsələn, elə soğan qabığı hüceyrələrində də buna bənzər bir quruluşdur. O dəricik, soğan qabığında olan dəricik, ağ şəffaf, bu da örtük toxumasıdır. Deməli, örtük toxuması bir şey ki, xaricdən örtür, deməli, onun funksiyası qoruyucu funksiya olacaq. Ətraf mühitin əlverişsiz təsirlərindən qoruyacaq. Və onun özünün də iki növü var. Biri
canlı hüceyrələrdən ibarət olan dəricik və ya buna epidermis də deyəcəyik. Epi üzərində, derma isə dəri deməkdir. Digəri isə ölü hüceyrələrdən təşkil olunmuş mantardır. Dəricik şəffafdır, canlı hüceyrələrdən təşkil olunub. Bir şey ki örtür, yadınızdadırsa biz epiteli toxuması üçün də bunu demişdik. Deyirdik ki, hüceyrələri çox, hüceyrəarası maddəsi isə azdır. Eynilə örtük toxumasında da belədir və burada da görürsüz yazıbdır. Dəricik üçün hüceyrələri sıx yerləşir. Və zaman keçdikcə, bitki yaşlandıqca həmin o canlı hüceyrələr zamanla öz şəffaflığını da itirəcək və deməli ölü hüceyrələrlə əvəz olunacaq, hansı ki bu da mantar adlanacaq. Bir də dəricik hüceyrələri dedik ki, şəffaf olduğu üçün o işıq şüalarını rahat, asanlıqla buraxacaq və onun altında yerləşən fotosintez edici toxumanın, yəni fotosintez prosesini təmin eləyəcək. Amma şəffaf dəricik hüceyrələrinin özündə fotosintez prosesi gedərmi? Getməz. Çünki adı üstündə də şəffafdır. Amma fotosintezin getməsi üçün nə lazımdır? Yaşıl rəngli pigment, xlorofil pigmenti lazımdır. Amma dəricik hüceyrələrinin xüsusiləşmiş bir forması var ki, onlar xüsusi bir struktur, ağılcıqlar əmələ gətirir. Biz yarpağı keçəndə bu barədə daha geniş danışacağıq. Məhz həmin hüceyrələrdə fotosintez prosesi gedə bilər. Deməli, bütün dəricik hüceyrələrində fotosintez gedərmi? Yox. Çünki onların əksəriyyəti şəffafdır. Amma bəzi dəricik hüceyrələrində, hansı ki onlar dəyişib, xüsusiləşib, ixtisaslaşıb və xüsusi bir struktur əmələ gətirib, ağızcıq, hansı ki ağızcıq strukturdur, amma dəricik hüceyrələrindən əmələ gəlmişdir. Onlarda fotosintez prosesi gedə bilər. İndi baxaq mantara. Mantar şəffaf deyil dedik, canlı deyil dedik və ölü hüceyrələrdən ibarətdir. Üzərinə yağa bənzər maddələr qopmuş, qalın divarlı ölü hüceyrələrdən ibarətdir. Yəqin ki, ağacın o mantar qatını görmüsünüz. Məsələn, cavan qızıl gülün gövdəsi yaşıl rəngdədir. Çünki o dəriciklə örtülüb, altdakı qatı siz o əsas toxumanı, yaşıl hissəni görürsünüz. Amma məsələn, qalın alma ağacında, palıd ağacında, hətta mantar palıdı var, xüsusi bir palıd növüdür. Onun mantar qatı o qədər qalındır ki, onu xüsusi üsulla kəsib çıxardırlar. Popka deyirlər də, rus dilində saç istehsal olunur, o şampan butulkalarının qapağı üçün və yaxud da ayaqqabı altlığı istehsal olunur. Yəni bu şəkildə və onların üzərində olan, məsələn, dəricikdə o fotosintezi, qazlar mübadiləsini təmin eləyən nə idi və yaxud transpirasiyanı? Ağılcıqlar idi, düzdürmü? Amma məsələn, o mantarlaşdığı üçün artıq dəricik mantarla əvəz olunanda ölü hüceyrələrdir. Artıq orada ağılcıqlar da çevriləcək, ölü hüceyrələrdən ibarət mərciməklər əmələ gətirəcək. Deməli, mantarın üzərində artıq qazlar mübadiləsini həyata keçirdən ağılcıqlar yox, mərciməklər olacaq. Mərciməklər ağılcıq hüceyrələri kimi canlı olmadığına görə açılıb qapanmaq qabiliyyətinə malik olmayacaq. Biz onun açılıb qapanmaq xüsusiyyətindən yarpağı keçəndə daha geniş danışacağam. Nə cür baş verir. Amma mərciməklərin ölü hüceyrələri olduğuna görə açılıb bağlanmaq xüsusiyyəti yoxdur. O elə birbaşa həmin o kiçik-kiçik dəliklərdir. Bu dəliklər vasitəsilə birbaşa qazların mübadiləsini həyata keçirdəcəkdir. Mantar qatının qalınlığı dəyişə bilərmi? Bəli, dəyişə bilər. Məsələn, bitkinin yaşı artdıqca mantar qatı daha da qalınlaşacaq. Çünki yenə deyirəm, bura yağa bənzər maddələrin hopması hesabına bu baş verir və zamanla ora daha çox maddələr hopduğuna görə bunun da qalınlaşması prosesi gedəcəkdir. Sonra gəlir mexaniki toxuma. Mexaniki toxuma, indi baxın müəllimlər, deməli törədici toxuma yalnız canlı hüceyrələrdən ibarət oldu. Örtücü toxuma və ya örtük toxuması həm canlı,
həm də ölü hüceyrələrdən ibarət oldu. İndi gəldik mexaniki toxumaya. Mexaniki toxumanın deməli, burada dərsliyin cümləsinə görə əsasən ölü, baxın, altını çizirəm. Əsasən ölü, bəzən canlı hüceyrələrdən ibarətdir. Deməli, bizim elə toxuma qruplarımız olacaq ki, onların bəziləri öz funksiyasını məhv olduqdan sonra həyata keçirə biləcəklər. Bunlar kimlərdir? Bunun biri mexaniki toxum olacaq. İndi danışacağıq haqqında ötürücü toxuma növü olacaq. Sonra bir də indi örtükdə də bundan danışdıq, mantarda. Deməli, bu üç toxuma növündə öz funksiyasını məhv olduqdan sonra həyata keçirdən toxuma növləri var. Mexaniki toxuma daha çox gövdədə olacaq, yarpağın saplağında, yarpağın damarlarında, bir sözlə bitkinin möhkəmliyini, dayağını təmin eləyəcək. Yəni bitkinin skeleti rolunu oynayacaq. Bitki skeletini, bitkinin dayanıqlığını təmin eləyən bir mexaniki toxumadır. Bir də indi dərslərin birinin içində yenə də var. Hansı dərədədir bilmirəm, oxuduqca qarşınıza çıxacaq. Bir də turqordur. O da bitkiyə mexaniki möhkəmlik funksiyasını yerinə yetirir. Turqoru biz artıq sitologiyanı keçəndə keçmişik. Suyun hüceyrə divarına göstərdiyi təzyiq turqor təzyiqi adlanır da. Məsələn, biz bitkiyə bir neçə gün su verməsək, o plazmoliz vəziyyətinə keçirdi. Suyunu itirirdi, büzüşürdü. Təzədən su verdikdə replazmoliz deyirdik. Təzədən qayıdırdı əvvəlki vəziyyətinə, yəni möhkəm olurdu. Məsələn, ot bitkilərində mexaniki toxuma yoxdur da, inkişaf eləməyibdi. Onun o dayanıqlığını təmin eləyən məhz elə turqor olacaq. Turgeri şişkinlik, dolmuş deməkdir. Və mexaniki toxuma dedik ki, əsasən ölü hüceyrələrdən ibarətdir. Məsələn, gövdədə biz mexaniki toxumanın və yaxud şaftalının o çəyirdəyi, daxili daşlaşmış meyvə yanlığının daxili daşlaşmış qatı nə adlanır? Çəyirdək. Orada ölü mexaniki toxumadır. Amma məsələn, armudun tumunda bu canlıdır. Və yaxud da liflər, bax, bitki lifləri özü mexaniki toxumanın bir növüdür və bunlar canlıdır. Liflərə harda rast gələcəyik? Harda ötürücü toxuma varsa, orada mexaniki toxuma olacaq. Çünki o boruların, ötürücü toxuma borularının dayağını məhz mexaniki toxuma lifləri həyata keçirdəcək. Məsələn, biz yarpaq damarına nə deyəcəyik? Borulu lifli damar dəsti. Çünki orada ksilema borusu, orada floema borusu, ətrafında da mexaniki liflər. Borulu lifli damar dəsti deyəcək. Harda boru var, orada mexaniki bitki lifi var. Bitki lifi də hansı toxuma növüdür? Mexaniki toxumanın bir növüdür, canlıdır. Və yaxud yarpağın saplağında da elə mexaniki toxumanın canlı olduğunu biz görəcəyik. Bu da oldu mexaniki toxuma. Sonra gəlir digər bir toxuma növü. Bunları da oxuyun müəllimlər. Hərdən birdən testlərdə qabağınıza çıxır. Baobab ağacının vitaminlərlə zəngin, şirəli və yumşaq hissələri insanlar qida kimi istifadə edirlər. Quraqlıqdan qorunmaq üçün onun nəhəng gövdəsi yağışlar dövründə su ehtiyatı toplayır. Gövdədə yaranan nəmişlik isə termitlərə, həşəratlara aiddir, termitlər, ağ qarışqalarda baobabın qabığını deşməyə imkan vermir. Elə bəzən motivasiya hissədə verilən bir şeylər də testlərdə, demirəm, imtahanda qarşınıza çıxar, yox. Çıxsa da nə bilim, dünyanın işini bilmək olmaz da, hər halda adi testlərdə qarşınıza çıxa bilər. Yəni deməyin ki, bu hardaydı görəsən. Bax, bu hissələrdə onlara da fikir verin. Gəlir növbəti bir toxuma növü, bu ötürücü toxumadır. Ötürücü toxumanın özünün də iki növü var. Canlı hüceyrələrdən təşkil olunan
Floema boruları, buna ələyə bənzər borular da deyirik və ölü hüceyrələrdən təşkil olunmuş psiliema boruları, buna adi borucuqlar və yaxud yerləşdiyi orqanın adı ilə əlaqəli olaraq kök borucuğu, gövdə borucuğu və yaxud yarpaq borucuğu da deyə bilərik. Deməli, ötürücü toxumanın da bəzi növləri öz funksiyasını məhz məhv olduqdan sonra yerinə yetirə bilir və bu adi borucuqlardır. Su borucuqları da deyə bilərik buna, psiliema borucuqları da deyə bilərik buna və yaxud yerləşdiyi orqanın adı ilə də qarşısında görə bilərsiniz. Hamısı eyni şeydir. Deməli, bu borucuqlarda su və mineral maddələrin daşınması həyata keçirilir. Su və mineral maddələr hardan sorulur? Kök vasitəsilə, əmici tellər vasitəsilə torpaqdan sorulur. Deməli, hansı istiqamətdə biz bu borucuqlarda maddənin hərəkətini görəcəyik? Təbii ki, aşağıdan yuxarıya doğru istiqamətdə hərəkəti görəcəyik. Bu borucuqların yan divarları baş şəkildən də gördüyünüz kimi qalınlaşıb. Orta divarı isə ara kəsməsi dağılıb və boru formasını alıbdır. Və ölü, məhv olmuş hüceyrələrdən təşkil olunmuşdur. Harda yerləşir? Gövdənin oduncaq qatında. Gövdənin oduncaq qatında bu borucuqlar yerləşir. Yəni, məsələn, təcrübələr var, gövdəni keçəndə deyəcək, bitkinin gövdəsini kəsir, qoyur rəngli suya, sonra gövdənin eninə kəsdikdə hansı hissəsinin boyandığını görür? Oduncaq hissəsinin. Çünki məhz su borucuqları, psilem borucuqları oduncaq qatında yerləşir. Deməli, kökdən sorulan su gələcək oduncaq borucuqlarına, oduncaq borucuqları ilə ötürüləcək yarpaq borucuqlarına. Yəni, bu şəkildə davam eləyəcək. Sonra həmin sudan istifadə eləyərək, işıqdan istifadə eləyərək, o yaşıl yarpaqlar, yaşıl gövdələr nə istehsal eləyəcək fotosintez prosesində? Üzvü maddə. Amma indi bu üzvü maddə də daşınmalıdır axı. Həmin üzvü maddələrin daşınması isə ələyə bənzər borucuqlar və ya floema borucuqları vasitəsilə həyata keçiriləcək. Ələyə bənzər borucuqlar adi borucuqlardan, su borucuqlarından fərqli olaraq canlıdır və içərisi orta qatı fikir versəz görəcəksiniz ki, ələk şəklində deşik-deşikdir. Adı da oradan götürülmüşdür və bu canlı hüceyrələr vasitəsilə üzvü maddələrin yuxarıdan aşağı istiqamətdə hərəkətini görəcəyik. Həmçinin də elə aşağıdan yuxarı da biz hərəkətini müşahidə eləyə bilərik. Çünki üzvü maddələr həm də köklərdə əmələ gəlir və bu maddələrin də kökdə yaranan üzvü maddənin də yuxarıya doğru daşınmasını məhz elə ələyə bənzər borular həyata keçiriləcəkdir. Deməli, əsasən aşağıdan yuxarı, bəzənsə yuxarıdan aşağı üzvü maddələrin daşınması müşahidə oluna bilər. Həmçinin bir şey də deyim, bu da güvəndə yazılıbdır. Məsələn, adi borucuqlar, ksilema borucuqları vasitəsilə su və mineral maddələr aşağıdan yuxarı daşınır. Eyni zamanda yazda şirə hərəkəti başlayarkən bitkilərdə bu borucuqların özü ilə belə üzvü maddələrin daşındığı müşahidə oluna bilər. Yəni, bu da güvənin qeydi idi, əlavəsi idi. Sonra gəlir daha bir toxuma növü, bu parenxim toxumasıdır. Parenxim toxumaya həm də əsas toxuma deyilir. Parenxim toxuması canlı hüceyrələrdən təşkil olunmuşdur. Nazik divarlıdır, eyni ilə törədici toxumada dediyimiz kimi nazik qılaflıdır və canlı hüceyrələrdən ibarətdir. Parenxim toxumaya bitkinin bütün orqanlarında rast gəlinə bilər. O orqanlar arası boşluğu doldurur. Və onun da növləri var. Fotosintez edici toxuma və ehtiyat toplayıcı parenxim toxuması. Deməli, burada həm maddələrin əmələ gəlməsi, məsələn, fotosintez edici parenximada fotosintez adı üstündə üzvü maddə əmələ gələcəkdir.
Ehtiyat toplayıcı parenximada isə yenə adı üstündə. Burada da maddələrin toplanması baş verəcəkdir. Deməli, əsas toxumanın funksiyası maddələrin əmələ gəlməsində və toplanmasında iştirak etməkdir. Baxaq fotosintez edici toxuma. Baxın, burada fotosintez edici parenximin şəklini göstərir və fotosintez edici parenxima deməli, burada çoxlu miqdarda yaşıl rəngli plastidlər olur, xloroplastlar olur və burada təbii ki, fotosintez prosesi gedəcəkdir. Onun özünün də, məsələn, biz yarpağı keçəndə deyəcəyik, iki növünü, fotosintez edici toxumanın iki növünü sütunvari toxuma, bir də süngərvari toxuma. Sütunvari toxumada deyəcəyik yalnızca fotosintez prosesi, süngərvari toxumada isə həm fotosintez, həm qazlar mübadiləsi, həm də transpirasiyanın getdiyini deyəcəyik. İndi bunlar haqqında da deməli, yarpağı keçəndə danışacağıq daha ətraflı. Bir də parenxim toxumanın daha bir növü ehtiyat toplayıcı parenximdir. Bir şey ki, ehtiyat qida maddələri toplayır. Deməli, orada nə olacaq? İri vakuollar olacaq və vakuolların içərisi hüceyrə şirəsi ilə doludur və burada müxtəlif qida maddələri, nişasta dənələri, yağ damlaları, şəkər, suda həll olunmuş şəkildə və s. olacaqdır. Və bu ehtiyat qida maddələrindən böyümə üçün istifadə olunacaq. Daha bir toxuma növü ifrazat toxumasıdır. İfrazat toxuması bu da bitkilərin nektarlıqlarında, şirə ifraz edən kanallarda, vəzli tükcüklərdə, hüd borularında və s. rast gələcək. Məsələn, bitkilər nektarlıqları vasitəsilə ətir yayır və həşəratları tozlanmaq üçün özünə cəlb eləyir. Və yaxud gicitkanın o vəzli tükcükləri yandırıcı maye ifraz eləyir və bitkilərin o heyvanlar tərəfindən yeyilməsindən mühafizə olunur. Və yaxud da yəqin ki, apelsinin, mandarinin qabığını sıxanda oradan o şıqırtı ilə o məsamələrdən mayenin axdığını görmüsünüz və yaxud əncirin yarpağını qıranda və yaxud kal olanda elə əncirin meyvəsini qıranda oradan südün axdığını görmüsünüz. Bütün bunlar hamısı ifrazat toxumasıdır. Və yaxud qətran yerlikləri var, bəzi bitkilərdə qətran ifraz eləyir və s. Və ifrazat toxumasının bütün növləri canlıdır. Yəni biz törədici toxumada, ifrazat toxumasında, bir də əsas toxumada ölü hüceyrələrdən danışmadıq. Biz ölü hüceyrələrdən kimdə danışdıq? Örtücü toxumada, mexaniki toxumada, bir də ötürücü toxumada. Bu üç toxuma növünün bir çox növləri öz funksiyasını məhv olduqdan sonra həyata keçirə bilir dedik. Heyvan toxumaları ilə işimiz yoxdur. Davam eləyək. İndi gələk. Dedik ki, biz hüceyrələrindən danışdıq, toxumalarından danışdıq və dedik ki, toxumalar da birləşərək mənşəyi oxşar olan, quruluşu oxşar olan toxumalar birləşərək orqanlar əmələ gətirir. Orqanum sözünün də tərcüməsi Yunan dilindən tərcümədə silah, alət deməkdir. Orqanizmdə müəyyən yeri olan, müəyyən funksiyanı yerinə yetirən hissəyə orqan deyilir və bitki orqanları biz bitkilər aləmini iki yarım aləmə böləcəyik. İbtidai bitkilər və ali bitkilər yarım aləmi. İbtidai bitkilərə bir şöbə aid olacaq, yosunlar şöbəsi. Ali bitkiləri də iki qrupa böləcəyik. Ali sporlu bitkilər, hansı ki, uramamırlar və qıcıkimlər şöbələri aid olacaq. Ali toxumlu bitkilərə isə çılpaq toxumlar və örtülü toxumlular aid olacaq. Biz ibtidai bitkilərin həm bir hüceyrəli, həm çox hüceyrəli nümayəndələrini görəcəyik. Amma ali bitkilərin heç birinin bir hüceyrəli nümayəndəsi olmayacaq. Bunların hamısı çox hüceyrəli olacaq. Və demək, bu orqanlar, deməli, ibtidailərdə biz demək olar ki, orqandan danışmayacağıq. Elə dərsliyin də cümləsidir, deyir ki, yosunlar şöbəsində əsasən orqan və toxumalara rast gəlinmir. Görürsünüz, əsasən deyir yenə. Hər bir halda biologiyanın istisnası var.
Amma orqanlarla artıq biz ali bitkilərdə tanış olmağa başlayırıq. Yəni indi deyir ki, təbiətşünaslıqda deyir ki, mamırların orqanı yoxdur. Bəli, əksər mamırların orqanları yoxdur. Amma daha bir qədər mükəmməl quruluşlu mamırlarda ilk dəfə olaraq vegetativ orqanlar əmələ gəlmişdir. Mamırlarda bu hətta din vəsaitinin də cümləsidir. İstəsəz mən sizin üçün çəkib ata da bilərəm, göndərə də bilərəm. Dimin TQDK-nın o 4 cildlik vəsaitində də bunu yazır. Mamırlarda 2 vegetativ, 2 generativ orqana rast gəlinir. Gövdə və yarpaq, generativ orqanlar isə arxegoni anteridir. Hətta 7-ci sinif dərsliyində də onların cinsiyyət orqanı olduğunu göstərir. Yəni orada cinsi hüceyrə yaranırsa, deməli bu cinsiyyət orqanıdır. Buna generativ orqan adlandırılır. Ümumiyyətlə bitki orqanları iki qrupa bölünür. Vegetativ orqanlar və generativ orqanlar. Kök, gövdə və yarpaqlar vegetativ orqandır. Ən qədim vegetativ orqanlar gövdə və yarpaqlardır. İlk dəfə ordovik dövründə bitkilərin quruya çıxması ilə əlaqədar yaranmışdır. Ən cavan vegetativ orqan kökdür. Kök ilk dəfə Plaonlarda, Silur dövründə, lakin bu əlavə və yan köklər idi. Əsas kök isə toxumun yaranmasından sonra Devon dövründə əmələ gəlmişdi. Plaonlarda 3 növ generativ orqan, artıq kök, gövdə və yarpaq generativ dedim, üzr istəyirəm, vegetativ orqan. Generativ orqanı isə anteridir və orxegonidir. Yəni çiçəkli bitkinin generativ orqanı ilə təbii ki, bu bitkilərin generativ orqanı eyni olmayacaqdır. Sonra çılpaq toxumlu bitkilərdə artıq ilk dəfə olaraq toxum əmələ gəldi, generativ orqan və çolpaq toxumların 2 generativ orqanı var. Qoza özü də